Əmirül-Mömininin məktəbində mübarizə nifaq və cəhalətlə bir yerdəydi. Çün ta cəhalət var, ta İslami o dar çərçivədə, səthi çərçivədə baxmaq var, münafiq ondan istifadə edəcək. Ki biz termində deyərik, Qur'anı neyziyə vurub cəmaatı alladacaqlar. Qur'anı neyziyə vuran əmrasdır, allanan xəvarizdir. Qur'anı neyziyə vuran münafiqdir, amma allanan xəvarizdir. Ona görə bunlar ikisi bir yerdədirlər. Əmirül-Möminin ikisi ilə də bir yerdə mübarizə edibdir. Həm istəyib İslamı dərindən insanlar dərk eləsinlər, İslami meyarlarla dərk eləsinlər, ölçülərlə dərk eləsinlər, istinadla dərk eləsinlər. İndiki dövrdə də kim İslamdan danışır, istinad eləməlidir. Özdə İslam mənbələrinə, nə öz mənə gəlirə. Bir nəfər var idi, dedi ki, oruc 3 gündür, sizlər çox atmışsınız, bir ay eləmişsiniz. Mən də gördüm, axı buna nə deyim? Dedim ki, yox, oruç 2 gündür, bir gündə sən çox atmışsan. O 3 gün olduğunu sən bir sübut elə mənə. Çünki axı bu, elə mədədən danışır da, elə belə danışır. Çünki istinad söhbəti yoxdur ki, dini qaynaqdan danışmaq məsələsi yoxdur ki, əsən din qaynağı tanımır ki, dinin qaynağı halardır. Quran ayələridir, Peyğəmbərin hədisidir, məsumların hədisidir, icmadır, əqlidir, dini qaynaqlar, mənbələr nədir? Bilmir ki. Məqsədim budur ki, budur ki, insanlarda dini düşüncəni əql formasında, düşüncə formasında, meyarlarla, istinadla başa salmaq lazımdır. Ta bu, xəvariclə mübarizə ola. Bu, dini səthi düşüncə ilə mübarizə ola. O ki, namaz qılmır, görürsən, namaz barəsində nəzər verir. Məzhəb barəsində nəzər verir. Bir şəxs var idi, bir sözlər deyirdi, dedim, sən namaz qılarsan, dedi, yox. Dedim, bəs sənə rahatdır bu sözlərdən. Çünki sən dinin əsli hökmünə sən əməl eləmirsən ki, ta hələ nəzər verəsən. Bu, nifaq və münafiqlik hərəkətləri Əmirül-Mömininin məktəbində mübarizə məsələsi münafiq ilə və mübarizə məsələsi cəhalət ilə, hər ikisindən bir yerdə.